yaşdan futbola maraq gələcək arzulara da təsir edir. Uğurlu bir futbolçu olmaq bir çox uşağın məqsədidir. Bunun üçün isə bacarıqla yanaşı valideyn dəstəyi də önəmlidir. Əvvəllər valideynlər arasında belə bir fikir var idi ki, Azərbaycanda futbolçu olmağın gələcəyi yoxdur. Bəs indi bu fikir dəyişib, ailələrdə futbola maraq artıbmı? Qarabağ Futbol Klubunun akademiyasındayıq. Hazırda burada U14 komandasının oyuncuları məşq edir. Bəs onlar necə düşünür? Azərbaycanda futbola maraq artıb. Qarabağ Futbol Klubunun akademiyasındakı 250 oyuncudan 25-i bu komandada çıxış edir. Söhbətimiz zamanı oyuncular bizə futbola necə başladıqlarından, bu istiqamətdə valideynlərinin dəstəyindən danışdılar. Musa, futbola necə başladın? Futbola məhəllədə öz aramızda futbol oynaya həvəsləndim. Evdəkilərə dedim, evdəkilər futbola qoy. Ailəm həmişə mənə dəstək olub ki, futbolçu olum. Ən sevimli futbolçun kimdir? Və heç kimə bayılət eləmirəm. Bəs öz adaşın barəsində nə fikirləşirsən? Musa Qurbanov da özünə görə yaxşı futbolçudur. Böyük komandalarda çıxış edir, yəni yaxşı futbolçudur. Mən öz həvəsimdən başladım. Anamdan, atamdan xahiş etdim ki, futbola yazdırsınlar məni. Ailəmə sayəsində mən indi Qarabağda oynayıram. Gələcəkdə də bunu davam etdirib futbolçu olmaq istəyirsən? Bəli, təbii ki, ən böyük arzumdur mən futbolçu olmaq. Yəni bütün əlimdən gələni edirəm ki, futbolçu olum. Bəs özünə hansı futbolçu nümunə götürürsən? Sergio Ramos. Futbolla bağlı maraqlı bir xatirən var, bizə danışa biləcəyin. Bəli, bir ara Bolqaristandaydıq. Yəni mənə görə ən gözəl anım odur Qarabağla. Orada çempion olmuşduq. İlk çempionluğum idi mənim Qarabağla və mənə görə ən gözəl anım odur. Mən uşaqlıqdan futbola həvəsim olub. 8 ildir ki, futbolla məşğulam. Məhəllədə oynayanda atam həvəsimi gördüm, amma futbola yazdırdı, belə başlamışam. Onlar da məni yaşlı meydanlarda görmək üçün çox həvəsliydilər. Özünə nümunə götürdüyün futbolçu kimdir? Ronaldo ola bilər, çünki uşaqlıqdan ona baxıb futbola başlamışam demək olar. Futbola ilk 10 yaşımda başladım. Adımı Platini komandada yazdırdım. Sonra seçimlərə gəldim. Qarabağa seçildim, indi kapitana. Özünə nümunə götürdüyün futbolçu kimdir? Qarabağın kapitanı Bədavi Hüseynov. Komandanın məşqçisi Asif Əlizadə deyir ki, ötən illərə nisbətən ailələr arasında övladını futbola yönləndirənlərin sayı artıb. 10-12 il olar belə uşaqlarla bir yerdə akademiya Qarabağ Futbol Klubunda məşqçilə başlamışam və o uşaqlarla da bir yerdə belə deyim də fəaliyyətimizi davam etdiririk. Ailələr övladlarını futbola yönləndirmək istəyirlərmi? Bu barədə maraq nə qədər artıb? Əvvəlki illərə nisbətən son illər ərzində xeyli artım var. Təbii ki, bunun əsas başlanğıcı Qarabağ Futbol Klubudur. Belə demək olar ki, Qarabağ Futbol Klubu ölkəyə futbolu sevdirib də. Nərimanı misal gətiririk, Turalı misal gətiririk, Elvin Cəfərqulu misal gətiririk. Yəni yerli oyunçularımızı gətiririk, Bədavini, Bəhlulu. Yəni bunlara bir belə deyim stimul yaradırıq uşaqlara. Yəni onlar da bəzi uşaqlar da bu Qarabağ Futbol akademiyasından çıxıblar. Bir məşqçi olaraq necə müşahidə edirsiniz? Oyunçularınızın uğrunda valideynlərin dəstəyinin önəmi nə qədərdir? Təbii ki, valideynlərin belə deyim futbolçulara dəstəyi önəmlidir. Yəni istər qıraqda olsun, istər polyoda olsun, olur da valideynlərlə, bəzən biz də özümüz danışıq aparıq valideynlərlə. Polyoda olur, məsələn, bəzən bir məşq, iki məşq uşağın belə deyim də həvəsi olmur. Biz istərsəmiz valideynlə əlaqə saxlayırıq ki, bunun problemləri ilə danışmaq. Qeyd edək ki, Azərbaycanda Qarabağla yanaşı Sabah, Neftçi, Zirək, Qəbələ, İmişli, Turan Tovuz kimi futbol klublarının da akademiyalar var. Bu akademiyalar gələcəyin futbolçularını yetişdirir, kiçik yaşdan müxtəlif turnirlərə göndərirlər. Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim Media.